Heç bir suyun xüsusi müqəddəsliyi filan yoxdur. Suyun özü artıq müqəddəsdir. Suyun özü artıq möcüzədir. Hansı su olur olsun. İndi siz hansısa suyu müqəddəs elan etdinizmi? Baxın, ərəblər qırmızı dənizdən su çəkir, motor pomplarla vururlar. Kəbənin altına ötürüb Zəmzəm adı ilə sizə satırlar. Siz də bidonlarla alıb gətirirsiniz. Sonra ölüm ayağında olan atanızın ağzına tökürsünüz. Zəmzəm quyusunun quruduğundan neçə il keçdiyini bilirsinizmi? Püskürdücü hortumlarla səkiləri onunla yuyurlar. Sizi isə bidonlara doldurub evinizə gətirirsiniz. Haradandır o qədər Zəmzəm suyu? Haradadır o Zəmzəm? Onsuz da səhrada ən müqəddəs şey sudur, çünki yoxdur. Bəsdir artıq, bəsdir insanları aldatmaq. Bilirsinizmi ki, elə bir ölkə var ki, orada ümumiyyətlə heç bir çay yoxdur. Hətta ən kiçik bir axarsu belə yoxdur. Bu ölkə Səudiyyə Ərəbistanı krallığıdır. Ölkə ərazisinin 90%-dən çoxu səhradır. Halbuki, krallığın sahəsi Alyaska ştatından daha böyükdür və orada 35 milyon insan yaşayır. Burada demək olar ki, yağış da olmur. İldə 10 santimetrdən az yağıntı düşür. Bu, ölüm vadisi ABŞ ərazisindən də azdır. Bəs onlar necə sağ qalırlar? Onlar sözün əsl mənasında okeanı içirlər. Səudiyyə Ərəbistanı dünyada istehsal olunan bütün duzsuzlaşdırılmış suyun təxminən 17%-ni təmin edir. Onların ən böyük zavodu gündə 160 Olimpiya hovuzunu dolduracaq qədər su istehsal edir. Enerji stansiyalarının işləməsi üçün milyardlarla dollar xərclənir. Amma bu sistem olmasa, ölkə yaşamaq üçün yararsız olardı. Hətta paytaxt Riyad 7 milyon əhalisi ilə birbaşa səhranın ortasında yerləşir. Su sahildən 450 kilometr məsafəyə nəhəng boru kəmərləri vasitəsilə ötürülür. Səudiyyəlilər gündə adam başına təxminən 360 litr su istifadə edirlər. Bu, dünya üzrə orta göstəricidən demək olar ki, 2 dəfə çoxdur. Buna görə də son 20 ildə duzsuzlaşdırılmış suyun həcmi 3 dəfə artaraq ildə təxminən 3 milyard kubmetrə çatıb. Yəni onlar sözün həqiqi mənasında yaşamağın mümkün olmadığı bir yerdə həyat qurublar.